Bugünkü videomuzda sizə bir neçə maraqlı klaviatura modellərini göstərəcəm və nə üçün HyperX brendini sizə şiddətli şəkildə tövsiyə görürük. Çünki yeganə brendlərdən biridir ki, öz aksiyalarına 12 ay rəsmi zəmanət verir. Qarşımda HyperX-in 7 müxtəlif klaviatura modelləri mövcuddur. 89 manata Alloy Core RGB membran klaviaturası, 159 manata Origins 65%lik, 189 manata Origins 60%lik mexanik klaviaturası, Origins PBT 189 manat 100%lik, 80%lik Origins Core PBT 189 manata və mağazamıza yeni daxil olmuş Rise modelləri. Wireless versiyası 399 manata, eyni modelin kabel versiyası isə 75%lik 325 manata və qaldı burada Elite, Alloy Elite 2 modeli 259 manata. Bu modellərin fərqli və oxşar xüsusiyyətləri barəsində məlumat verim. Origins modellərində switchlər dəyişdirilə bilmir, Rise modellərində isə switchləri istəyinizə görə dəyişə bilərsiniz. Bu modeldə klaviaturanın çərçivəsi alüminium və plastik qarışığıdır. Origins modellərində isə klaviaturanın çərçivəsi alüminiumdur. Hər iki modeldə klaviatura 80 milyona dək klik etmə dözümlülüyü var. Hər iki modelə 12 ay zəmanət verilir. Origins modellərindən fərqli olaraq Rise modellərində profil yaddaşı deyilən bir şey var. Lorelli-də desək, bu modeldə siz RGB işıqlanmanı, bəzi klaviaturanın düymələrini müəyyən funksiyalara təyin edə bilərsiniz, makronu yaddaşda saxlaya bilərsiniz və klaviaturanı kompüterdən çıxartdığınız zaman da etdiyiniz dəyişikliklər yaddaşda qalacaq. Origins modellərində isə bu dəyişikliklər ancaq kompüterə taxılı olduğu müddətdə aktualdır. Bundan başqa, Origins modellərində gecikmə tezliyi 1 millisaniyə bərabərdirsə, Rise modellərində bu tezlik 0,1 millisaniyəyə bərabərdir. Bu və digər xüsusiyyətlərinə görə təbii ki, qiymət fərqi də yaranır. HyperX-in bütün aksiyalarını sizə iCom'dan almağı tövsiyə görürük. Çünki yeganə dediyim kimi brenddir ki, öz aksiyalarına rəsmi olaraq 1 il zəmanət verir.